Salam, hər vaxtınız xeyir olsun. Dedim axır ki vlogu başlayım, çünki başlamadımsa çəkməyə heç həvəsim olmur, çəkmirəm. Hər səhər gəlirik buradan çörək alırıq, qara təndir çörəyi. Dadlı olur, çox qəşəng olur. Ağı da qəşəng olur, amma qaranı daha çox sevirik deyə elə qara alırıq həmişə. Burada Göygölün parkıdır. Düzünü deyim, bilmirəm nə parkıdır bura. Amma belə balaca bir parkdır. Heç mən burada görməmişəm kimsə gəzsin, burada otursun. Elə belə parkdır. Gətirdik çörəyi qoyaq evə. Çünki hələ ki yəqin ki heç kim oyanmayıbdı. Saat 9-a qalıb 25 dəqiqə. Saran qoyduq bağçaya, çörəyi alırıq. Sonra gedirik işə. Heç belə sizə çəkməmişdim balkonumuzu, yolumuzu. Burada bir şey yaxşıdır ki, hamının evi demək olar ki, demək olar deyəndə hamınki eynidir. Darvazasıdır, krışasıdır, balkonlarıdır, hamı da eynidir. İşdən gəldim axır ki evə. İş günüm bugünlük bitdi. Uşaqlar neçə vaxt məndən belə istəyirdilər mayonez. Mən də hər saat mayonez almıram ki, çox yeməsinlər. Evdə oldusa eləcə çörəyin arasına yaxıb, pomidor, xiyar qoyub yeyirlər deyə ona görə gec-gec alıram. Bir də toyuğun döşət ilə aldım ki, çünki dondurucudakını gəlib çıxardıq eləyənə kimi vaxt gec gedir. Daha çox gedəcəkdir. Elə belə aldım ki, indi eləyim. Bir də lavaş. Lavaşın arasına bunu qoyacağım. Pomidor, xiyar, mayonez, bir də kartoşka istəyirəm belə. Kartoşka fri kimi qızardım, onu qoyum lavaşın arasında. Dönər kimi nəsə alınsın da, onu çox sevirlər, xoşlayırlar. Deməli, toyuğu doğradım. Duz, istiyor, sarı kök tökdüm. İndi üstünə su da alıyorum. Onsuz da çox da elə lazım deyil də su. Hələ mən çox tökdüm. Az da olsa yaxşıdır. Döşəti tez bişir onsuz da. Birazca bişənə yaxında artıq görəcəm ki, suyu çəkilir. Çox az, birazca yağ tökəcəm. Çox az. Yağ tökəcəm ki, biraz da yağda da qorulsun. Hazır olsun. Ağzını bağlayaq, yavaş-yavaş bişsin. Altında savsem azaldıram. Öz-özünə bişsin burada yavaş-yavaş. Ət hazırdır. Belə qovruldu. Birazca da yağ tökdüm. Yağla da biraz qovruldu. İndi gedirəm saran götürəm. Gəlim sonra bunu hazırlayacağım. Saran da götürəndə istəyirəm. Burada dondurma var. Onu götürün. Deyirəm, çünki mən əlimdə nəsə götürməliyəm ki, Sara məndən yolda sakit gəlsin. O da hər dəfə nəsə alıram ona. İstəmirəm. Keçən dəfə kommentdə də bəs bir xanım yazmışdı ki, ona elə şeylər verməyin. Doğrudan da bilirəm ki, ziyanlıdır, düzgün deyil. Mən onu alıram, o çupa-çupsdur, sonra başqa nəsə də. Amma çox vaxt çalışıram ki, elə bir şeylər almayayım da. Nəsə bir peçenyemi, nəsə başqa bir şey alım ki, onlar olmasın. Özün də mağazinə gedəndə hə, onlardan götürür çox vaxt. İndi deyirəm, dondurmanı götürüm, həm dondurucudaydı, savsem donubdu. Həm biz gedib gələnə kimi açılsın, həm də görsün ki, mən ona nəsə almışam. Sakit gəlsin bir sözlə. İndi gedim saran götürüm.
Sizə balkonu göstərmək istəyirdim. Baxın, eləcə belə olur. Mən nə qədər süpürsəm də hər il yayda, iyul ayında belə külək olur. İsti külək olur. O da həmişə yarpaqlar gətirir, yığır bura. Nə qədər də süpürürəm, xeyri yoxdur. Yenə də gətirir. Əlində dondurma gəldi deyə sakit gəlib. Yolda bir dedi sok. Dedim ki, bəs dondurma var da, soku nə edirsən? Ay can. Hə, ver. Saçı da buradan bunlar təzədən çıxırlar deyə, bunlar gödəkdilər. Nə yığırıq, nə enirik, yenə də tökülürlər. Hörəndə yaxşıdır, o da hər dəqiqə hörə bilmirəm. Gəl ay sarıçqım. Çıx. Əlini ver mamaya. Çıx. Hər şeyi hazır elədim. Kartuşkaları belə qızartdım, belə uzun ki, lavaşda yaxşı dursunlar. Pomidor, xiyar doğradım. Bu döşətimizdir. Lavaş burada və mayonez. Mayonezi də buradan götürüm. Bir də mayonez. Əslində başqa şeylər də vurmaq olar. Mən kahı tapa bilmədim. Kahı da vurmaq olar, bilmirəm başqa nə vurmaq olar. Elə ancaq axlıma bunlar gəldi deyə indi bunları işlədəcəm. Sonra da tosterda belə biraz o yüz belə qızaran kimi eləyəcəm. Hazırdır. Ona koydu. Tamam sen otur. Tepkime bak. Al, gel burada. Я это откусила. Bu birisini də qoyum, onu hazır elədim artıq. Bunu da qoyum. Bu isinsin. Burada hazır eləmişəm belə. Və bir də istəyirəm, burada kisel var, onu eləyim. Düzdür, kisel sərin havada daha yaxşıdır. Sadəcə çoxdan da eləmirik. Çoxdan da bəlkə 2 ildir biz kisel almırdıq. Keçən dəfə mağazinə gedəndə elə gözüm sataşdı, gördüm. Kisel görmürdüm deyə yadıma düşmürdü. İndi kiseli gördüm. Dedim ki, bundan alım. Bişirim, içək. Bir dənə belə gilə-narlı aldıq. Bir dənə də moruqlu aldıq. Kiselimiz də burada bişir, ucu qaynayır. Tökdüm. Deməli, suyu qaynadıram. Sonra kiseli qıraqda başqa suyla açıram ki, ərisin səfsim. Sonra tökürəm qaynayan suyun içinə. Belə bir şey alınır. Qatı kraxmal kimi alınır. Bu gilə narlıdır. Hələ çiyələhlinin, moruqlunun rəngi lap gözəl olur. Belə qəşəng qırmızı rəng olur. Bu belə tutqun rəngdir. Amma bu da qəşəngdir. İyisi də qəşəng gəlir. Belə indi bunu tökəcəm çaşkalara. Soysun, içsinlər. Bu əslində qışda daha yaxşı olur bunu içmək. Amma indi daha marketdə gördüm, yadıma düşdü. Ona görə dedim alım eləyim, içək. Burada da sizlə sağollaşım. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.